Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Bugün sizlərə reklam kampaniyası haqqında məlumat vermək istəyirəm. Reklam kampaniyasından necə nəticələr əldə etmək olar, necə satışlar etmək olar. Gördüyünüz kimi hal-hazırda $40 31 sent xərcləmişik və ümumi 279 mesaj əldə etmişik. Düzdür, bu 23 iyuna aid olan bir reklam strategiyasıdır. Amma bunu sizə daha ətraflı məlumat vermək üçün göstərim. Bunun üzərindən nümunə göstərmək istəyirəm. $40 31 sent xərcimiz çıxıb 279 mesaj əldə etmişik və mesaj başına 14 sent xərcləmişik. Bu o deməkdir ki, tək bizə mesaj yazılır Messengerdən, Instagram DM-dən və WhatsApp biznesdən. Bura rəylər daxil deyil. Məsəl üçün reklama buraxdığımız məhsul və yaxud da hər hansısa bir xidmət, ona əlavə olaraq bilirsiniz ki, rəylər də gəlir. Məsəl üçün insanlar plus atır ya da yazır salam, qiymət zəhmət olmasa və yaxud da məhsul haqqında məlumat verin kimi biz onlara da geri dönüş eləsək, ümumi bu 279-u 2-yə vura bilərsiniz rahat şəkildə. Amma biz 279 üzərindən gedək hal-hazırda. Və onu da bildirmək istəyirəm ki, biz 2 postu reklama buraxmışıq. Yəni bu bir post deyil, bir məhsul deyil və yaxud da bir xidmət deyil. Eyni anda 2 postu reklama buraxmışıq, amma eyni büdcə ilə xərcimiz çıxıb. $5 büdcə gündəlik. Və birində 157 mesaj əldə etmişik. $20 xərcimiz çıxıb ortalama götürsək. Bir digər postumuzda da 122 mesaj əldə etmişik və $21 xərcimiz çıxıb. Mesaj başına 17 sent və ümumilikdə 279 mesaj əldə etmişik. Bu da o deməkdir ki, bunların əksəriyyəti bizə potensial müştəri və real müştəri qazandırır. Potensial müştəri bizim səhifənin izləyiciləridir və onu da göstərmək istəyirəm ki, 18 yaş aşağını bağladığım üçün 18 və üzəri insanların ən çox hansı yaş qruplarının bizə maraq göstərdiyini burada yaş qrupları olaraq da görürsünüz. Bir digər də platformanı göstərəcəm sizə indi hal-hazırda. Platformada da Facebook və Instagram üzərindən bizə nə qədər maraq göstərilib, nə qədər mesaj gəlib, nə qədər baxış gəlib və sair və ilaxır bunları da qeyd edirik. Və onu da bildirmək istəyirəm ki, məsəl üçün hal-hazırda 280 mesaj deyək əldə etmişik. Bu 280 mesajın 50%-i bizə izləyici olaraq geri dönsə, 140 nəfəri belə deyək. Bunlar bizim potensial müştərimiz olur. Yəni sabah birisi gün paylaşdığımız bütün məhsulları bunlar birbaşa görür. Yəni bunlar üçün əlavə xərc çəkməyə ehtiyac yoxdur. Bunlar bizim potensial müştərimiz olur. Və deyək ki, bu 279 sayın 10%-i bizə 10 sifariş verir. Biz bu sifarişi də qəbul edirik. Ya xatırlayırsınızsa mən səhifədə, qrupda daha doğrusu paylaşmışdım ki, ortalama kar marjı nə qədər olur da, minimum qazanc nədir falan. Minimum qazanc da məsəl üçün məhsul başına 10 manat qazanırıqsa, bunu da ümumi bu insanların 279 nəfərin 27-si bizdən sifariş eləsə, bu da ümumi 270 manat edir. $40 31 sent isə hal-hazırda 1.70 kursuna 69 manat götürək civarı olaraq. 270 manatdan 69 manat xərcimizi çıxandan sonra ortalama bu reklam 4 gün çəkibdi hardasa. 4-5 gün, maksimum bir həftə götürək də. Həftə ərzində 150-200 manat aralığında qazanc əldə etmək mümkündür. Onu sizin nəzərinizə çatdırmaq istəyirdim və əsas dediyim kimi sahə seçimi, məhsul seçimi və həmin məhsulun və yaxud da xidmətin təqdimatı insanlara çatdırmaq lazımdır ki, biz bu xidməti göstərir, bu məhsulu satırıq. İzlədiyiniz üçün təşəkkür edirəm.